Zabit Nəbizadə üçün bugün fərqləndirdiyi bir tələbəsi var yoxsa yox? Ki bu tələbəni mən o biri 100 tələbəmdən seçirəm. Və bugün hara getsə Zabit Nəbizadənin ustadının üzünü ağırlayacaq tələbədir. Vallahi əslində o seçimi xalq bizdən yaxşı bilir. Və mənim üçün fərq eləmir. Tələbələr hamısı mənim öz evladım kimi, mən onlara fərq qoymuram. Amma söz yox, sizin o verdiyiniz sual mən bilirəm ki, oxumaq baxımından deyirsiniz və hara göndərsəm onu başımı uca eləyər və hörmətli eləyər. Təbii ki, elə tələbələrim hamısı tanınmış tələbələrdir. İlk tanınmış tələbəm mən Qoçaq Əsgərov olub. Aha. Həmin tanınmış olsun ya tanınmış ilk tələbəm Asaf Zeynalda, yəni birinci qəbulda özə mən ilk pedaqoji fəaliyyətə başlayanda Asaf Zeynalada Muzika Kollecində. Ondan əvvəl təbii ki, mən Uşaq Filarmonisində çalışmışam. Uşaq Filarmonisində mənim şagirdlərim olub Gülay Zeynallı, Bəyim xanım Vəliyeva, Elnur Məmmədov. Yəni, sonra mən Asaf Zeynalda dərs deyəndən sonra deyəndə ilk pedaqoji fəaliyyətə başlayanda kollecdə qəbul vaxtıdır, getmişdim, özdə 5-6 uşaq dayanmışdı. Baxdım, gördüm ki, mən biraz o dəli dolu uşaqları sevirəm, oğlan uşaqlarını. Qoçaq gördüm, belə qeyri-adi uşaqdır. Soruşdum, qəbula gəlmişsiniz. Dedilər ki, bəli. Dedim ki, mənim tələbəm olarsan Qoçağa. Elə bil ki, Allah Teala'dan mənə deyildi ki, soruşdum. Dedi, siz kimsiniz? Dedim, mən filan kəsəm. O vaxtda Məhəbbətin Qüdrətini təzə oxumuşdum. 97-ci ildə. Dedi, niyə də olmayayım ki? Gəldi, qismətdən də oldu. Bir var gedib yazdırasan. Gəldi oldu, qəşəy də öyrənirdi, qəşəy də oxuyurdu, indi də əla oxuyur. Yəni, mən bilirəm ki, hara geçsə, yəni, tək mənim yox, hələ xalqın başını uca eləyən tələbələrdəndir. Sonra Elbrus Niftəliyev mənim qohum da olsa, ikinci tələbəmə olub, yəni, meydana çıxmışdı, özdə əla çıxmışdı. İndi bir balaca nəsə çəkilib qıraqda dayanıb. Amma mən çox xahiş elərdim, onu da bir dəvət ilə gəlsin. Çünki səhnəyə layiqli bir oxuyandır. Özdə hal-hazırda neçə illərdir mən oradan çıxandan sonra Uşaq Filarmonisində qəşəng uşaqlar yetişdirir. Ondan qalanlar da maşallah yenə hamısı gözdədir, yəni göz qabağındadır. İstər Abigül olsun, istər Mirələmi olsun, muğam sahəsində çalışanlar. Qaldı belə Mir Kamil də mənim tələbəm olub. Ondan sonra Pünhan Piriyev də mənim tələbəmdir. Tələbələrim çoxdur. Müəllim kimi çalışan tələbələrim də çoxdur. Bəli. Hal-hazırda yəni uşaq yetişdirirlər. Mən uşaqlara elə dərs keçirəm ki, təbii ki, müəllimlər yəqin ki, hamısı elədir. Bir səsdə bir uşaqda görürsən ki, səs saçın hamısı da eyni deyil də. Və zəngolanın da hamısı eyni vura bilmir. Mən hərənin öz boğazına görə öyrədirəm və siz dediniz o şirinliyi dəyişmə ehtiyac yoxdur. Vallahi mən özümü tərifləmirəm. Mən oxuduğum, mən keçdiyim o muğamları oldu, mən keçdiyim kimi oxuyan da o bəzəyi də onun içindədir, düzəyi də. Çünki onu öyrədirəm ki, get həmi toyda da bu ilə pul qazan və efirdə də bərəkə Allah qazancına. Əla.